Rahim və huvə xeyrun nasirin və mu'in. Allah Teala'ya şükür eləyək, həmd eləyək, səna eləyək ki, bu mübarək ayı bir daha bizə qismət elədi və inşallah bu aydan layiqincə istifadə eləyək və istərdim keçən il bizim aramızda olan və bu il rəhmətə gedən möminlər, mömin qardaşlarımızı yad edib bir salavat deyək inşallah. Allahümmə səlli ələ Muhammed və ali Muhammed. İnşallah Ramazanın ya 3-ü ya 4-ü həcci gələcək. O gəlincə indi mənim boynuma vəzifə qoyublar, sizin vaxtınızı tutum. İstəyirdim oruc barəsində danışaq. Oruc nədir? Orucu ən gözəl, ən aydın əsas sübut budur ki, Allah Teala Qur'anda Bəqərə surəsi 183-cü ayədə buyurur ki, oruç tutmaq sizdən qabaqki ümmətimə vacib olduğu kimi sizlərə də vacib olmuşdur. Bəlkə bu yoldan siz pis işlərdən çəkinəsiz. Allah Teala ayədə vacib eləyib orucu bizi tutmağa. Ayədən də məlum olur ki, bizdən qabaqçı ümmətlərin də oruç tutublar, orucları olub. Amma ən kamil din İslam dini olduğu üçün elə kamil oruc da İslam dinindədir. Qabaq məsələn, baxmışıq, Zəkəriyyə Peyğəmbərin filmində də var. Quranda da bu barədə geniş yazır ki, Zəkəriyyə Peyğəmbər övladı olmurdu, uzun müddət idi övladı olmurdu. Bu xanım Məryəmi öz tərbiyəsi altına götürür və onu tərbiyələndirir. Beyt-ül Müqəddəsdə onu orada bütün şahinlər arasında. Hətta çatır ki, Zəkəriyyə Peyğəmbər gəlir xanım Məryəmin yanına, görür ki, fəsli olmayan meyvələr, məsələn qışın ortasında üzüm, təmiz üzüm, salxım üzüm qabdadır. Yəni, indi üzümü misal vururam da, bir meyvə orada, Quran-ı Kərimdə meyvə buyurulur ki, fəsli olmayan meyvələr xanımın yanındadır. Zəkəriyyə Peyğəmbər sual edir ki, bu nə məsələdir, bu necə olur belə? Orada xanım gözəl söz deyir, Allah Teala hesabsız ruzu verəndir. Yəni, kiməsə ruzu vermək istəyəndə da hesab eləmir ki, buna çox verim, buna az verim. İstədiyi qədər, istədiyi adama da elə ruzu verir. Hesabsız ruzu verəndir. Bu sözdən sonra Zəkəriyyə Peyğəmbər tutulur elə bir ki, çəkilir bir kənara və Allahdan övlad istəyir özünə. Allah Teala da orada Yahya Peyğəmbəri ona övlad olaraq verir və nişanəsini də deyir ki, sənin nişanın 3 gün susma orucudur. Quranda da var bu, susma orucu. Ki o zamanda bu elə məlum idi, hamı da bilirdi ki, 3 gün susma orucu var. Ki, indi onların heç biri İslam dinində qəbuldür. Və yaxud da indinin özündə də bu Məsihiyyətdədir deyəsən, vəsl orucu deyirlər, yəni birləşdirmək orucu. Ki, 3 gün dalbadal heç nə yemirlər. 3 gün ardıcıl buna vəsl orucu deyirlər ki, məsələn, ardıcıl 3 gün ərzində heç nə yemirlər. Bu, əlbəttə, yenə də bunlar qəbuldür İslam dinində. Və yaxud da bir növ təriqəti var ki, bir ay ancaq ət yemirlər, başqa şeylər yeyirlər, ətdən oruc saxlayırlar, bir ay yumurtadan oruc saxlayırlar. Bu orucların hamısı ləğv olunub. Əsas oruc İslam dinində olan orucdur ki, inşallah onun barəsində danışarıq. Əsas oruc budur. Orucun niyyətinə gəldikdə insan bütün İslam dinindəki insan nə əməl eləmək istəyir, bütün bu əməllər hamısı niyyətə bağlıdır. Hətta Əziz Peyğəmbərimizin bu barədə hədisi də var ki, bütün əməllər niyyətə bağlıdır. Əgər niyyət düzgün olarsa, doğru olarsa, əməl də qəbuldur. İndi orucun da niyyəti gərək yalnız Allah Teala üçün olmalıdır. İnsan Allah Teala'dan başqası üçün oruç tutmasın. Necə, məsələn, indi çox eşitmişik, biri deyir, arıqlamaq üçün oruç tuturam, biri deyir, nə bilim, sağlamlıq üçün, həkim mənə deyib, oruç tut, mən oruç tuturam. Yəni, bu əsas məfhum, əsas məqsəd etdiyinə görə insan öz istəyinə də nail ola bilmir. Yəni, biri arıqlamaq üçün oruç tutur, görsən, Ramazan qutarda arıqlamadı. Niyə? Çünki məqsəd oruç tutmaqda Allah Teala'ya görə olmalıdır.
İnsan Allah Taala'ya görə oruç tutsa və Allah Taala da onu qəbul eləyər. Və yaxşıdır ki, insan Ramazan ayının əvvəl günündə, əvvəl o niyyət axşamı deyirlər, o niyyət axşamında bir ayın niyyətini eləsin ki, mən bir ay Ramazan ayının orucunu tuturam, qurbətən ilallah. Və yaxşıdır ki, hər səhərdə imsak eləyəndə, o başlarına duranda, yenə desin ki, məsələn, mən birinci gün orucunu tuturam, ikinci gün orucunu tuturam. Niyyət bu, əvvəl ayında tam şəkildə ayı demək müstəhəbbidir, savabı var. Və Allah Taala da imkan yaradar ki, bütün Ramazanın günlərinin hamısını insan oruc olsun. Çünki heyfdir. Bir də görürsən, bir məsələ çıxır, yəni məsələn, nəsə olursa, insan orucu pozulur və yaxud da səfərə gedir, qəza, bir gün, iki gün qəza olur. O Ramazanda oruç tutulan, verilən savab sonradan qəza tutan adama verilmir. Ona görə tövsiyə olunur ki, Ramazanda çalışasan ki, səfərləri biraz yığışdırasan, ya məsələn, hər hansısa diqqətli olasan ki, orucun poz olmasın. Heyfdir, insan Ramazan ayında qəzaya verə. Əlbəttə, günah deyir, günahla fərq edir. Yəni, bəyənilmir ki, insan Ramazan ayında qəzaya orucu versin. Orucun qaydası. Oruc necə olur? Oruc sübh azanından şam azanına kimi 9 şey var ki, o 9 şeydən çəkinməklə orucunu saxlayır. O 9 şeydən inşallah sadalayarıq. Əsas budur ki, 2 nöqtə var burada, mən bunu siləm deyəm. O 9 şey əgər səhvən olsa, İnsan səhvən durdu, məsələn, yemək yedi. Ya indi suslayıb, sərin suyu gördü, yadından çıxdı ki, orucdan götürdü, su içdi, səhvən. Əgər o içmək əsnasında yadına düşsə ki, mən oruc idim, orada da saxlasa və ağzındakı suyu da töksə yerə, ki, nə qədər gedib içəri o heç, işimiz yox oyna. Ağızda qalanı töksə yerə və o istəkanı saxlasa, orucu düzdür. Axşama kimi də orucunu saxlasa, dahi buna qəza gəlməz. Amma indi biri götürür qəsdən, elə götürür su içir. Çünki niyyəti də bu ki, orucumu pozam. Onda bu adama həm bir gün qəza vacib olur, həm də 3 kəffarədən birini gərək versin. Kəffarə də nədir? Ya 61 gün, 31 günü dayanmadan, yəni ardıcıl oruç tutmalıdır, sonra qalan 30 günün istəyir qısa-qısa da tuta bilər. Yəni, məsələn, elə bir 61 gün mənim boynuma kəffarə orucu gəlirsə, mən hökman onun 31 günün ardıcıl tutmalıyam. Geri qalan 30 günün isə ara verərək tuta bilərəm. İkinci, 60 nəfəri doyuzdurmalıdır. 60 nəfəri. Üçüncü də bir qul azad eləməlidir. Bu 3 kəffarədən birini verməlidir. Səhvən qəzasını, orucunu pozan adam. Amma indi biri gəlir, Allah uzaq eləsin, orucunu haram şeylərlə pozur. Məsələn, götürür, üzr istəyirəm, donuz əti yiyir. Orucunu bu ilə pozur, bədbaxtçılığa bax. Ya şərab içir, məsələn, orucunu pozur. Onda hər 3 kəffarənin 3-ü də o şəxsə vacib olar. Həm 61 gün oruç tutmaq, həm qulu azad eləmək, həm də 60 nəfəri doydurmaq. İndi sual ola bilər ki, indi qul azad eləmək yoxdur. O, neyək onun yerinə? Orada da alimlər buyururlar ki, o 2 yerdə qalan o 2 var idi. Ya 61 gün oruç tutsun, ya 60 fəqri doydursun. O qul azad eləməyin əvəzinə. Ki, əgər dedik, insan səhvən pozsa, onun orucu batildir. Qəsdən pozsa, ona bir gün qəza və bir dənə də kəffarə gələr. Amma haram şeylərlə pozsa, məsələn, yaxınlıq eləmək. Adam öz xanımı ilə, öz halalı ilə yaxınlıq eləsə, onun orucu pozular və buna bir dənə də kəffarə gələr. Amma indi götürsə, zina eləsə, onda buna 3 cəm kəffarə gəlir. Yəni, kəffarənin 3-ünü də verməlidir. Ona görə, mən indi bu vaxtımızın az olmağına görə sayım, o 9 şey hansılardır. Qalanı da inşallah sabah izahını verərəm ki, hansıdır, necə batil edir. Birinci, yemək, içmək. Ki, oruç tutan adam gərək yeməkdən və içməkdən uzaq olsun. İkinci, cima, yəni cinsi yaxınlıq. Üçüncü, istimna. Buna elmi dildə anonizm deyirlər ki, inşallah sabah izahını eləyərik. Dördüncü,
Allah Taalanın və Peyğəmbərin, hətta imamların adından yalan danışmaq. Ki, məsələn, duraram, mən bir dənə söz deyərəm Allah Taala bunu Quranda buyurub. Ya bir dənə hədis deyərəm ki, Peyğəmbərimiz belə buyurub. Amma halbuki belə bir şey yoxdur. Bunlar orucu batil eləyir. Dördüncü, səhərə kimi cənabət halında qalmaq, cənabət, heyz və nifas halında qalmaq ki, əgər bir insan sübh azanına kimi qusul eləməsə, həmən günün orucu pozular. Beşinci, qəsdən qusmaq. İnsan qəsdən qusar. Bu, orucu batil eləyir. Altıncı, imalə. Yəni, klizma eləmək. Bizim dinlən deyək, klizma eləmək. Yeddinci, başı suya batırmaq. İnsan tam şəkildə başını suya batırar. Səkkizinci, qarışdırdım. Başı suya batırmaq və dokuzuncusu da boğaza qatı tozu və tüstünü yetirmək. Bu 9 şey ki, orucu batil eləyir. İnşallah bunun barəsində sabah danışarıq. Peyğəmbər və ali Peyğəmbərə salavat zikriyə inşallah.